Qırmızı bayraq 3. Hekayəni yox saymaq. Bu səhv qəbul olunanlarla olunmayan tələbələri bir-birindən ayıran əsas faktorlardan biridir. Mən elə müraciətlər oxumuşam ki, fəaliyyətlər, esselər və tövsiyə məktubları elə bil fərqli insanlar haqqındadır. Tələbənin fəaliyyəti bir şey deyir, essesi tamamilə başqa bir hekayə danışır, tövsiyələr isə tamamilə başqa sahəyə fokuslanır. Birlik və əlaqə yoxdur. Qəbul komissiyası sizin müraciətinizə ayrı-ayrı parçalar kimi baxmır. Onlar bütöv mənzərəni görməyə çalışırlar. Onlar sizin sadəcə statistik göstəriciləriniz və nailiyyətlərinizdən kənarda kim olduğunuzu anlamaq istəyirlər. Əgər bir tələbənin müraciəti əlaqəsiz görünürsə, bu suallar yaranır. Onlar həqiqətən nə istədiklərini bilirlər, yoxsa nailiyyət siyasi təqdim edirlər? Bu təcrübələrin arxasında dərin bir hekayə varmı, yoxsa yalnız qutuya işarə edirlər? Bu tələbənin aydın bir istiqaməti varmı, yoxsa sadəcə təhsilli görünməyə çalışırlar? Sizin müraciətiniz aydın, orijinal və tutarlı bir hekayə təsiri bağışlamalıdır. Bəs bunu necə edək? Birincisi, əsas hekayə xəttinizi müəyyən edin. Hər güclü müraciətçinin əsas hekayəsi olur. Bu, onların təcrübələrini birləşdirən və məqsəd hissi verən bir anlayışdır. Bu, sizin nəyi sevdiyinizi, necə dəyişdiyinizi və gələcəyə hansı istiqamətlə getdiyinizi göstərir. Siz sistem tələbəsi ola bilərsiniz, amma yazılarınız humanitar fəaliyyətlər haqqındadırsa və fəaliyyətləriniz qarışıqdırsa, bu uyğun görünmür. Əgər liderliyi vurğulamaq istəyirsinizsə, esse və tövsiyələrdə bu mövzuya dəfələrlə toxunulmalıdır. İkinci, müraciətinizin bütün hissələri bu hekayəni dəstəkləsin. Əgər esse elmi sevdiyinizi göstərirsə, amma fəaliyyətləriniz başqa istiqamətdədirsə və tövsiyələr bu mövzuya toxunmursa, bu arada əlaqə qırılır. Bu, bir fürsətin əldən getməsi deməkdir. Bütün hissələr bir-birini tamamlamalıdır ki, siz kim olduğunuzu və nəyə dəyər verdiyinizi göstərən cəlbedici və vahid bir hekayə ortaya çıxsın.